İndiki şəraitdə Batı Azərbaycan və xüsusilə Hacı Umran, Şəhidən dağları, Kəlaşin və sərhəddən o tayındakı Pəncəvin bölgəsi Güney Azərbaycan Türk millətinin gələcəyi üçün önəmli və hətta təhlükəli sonuçlar doğura biləcək olayların mərkəzinə çevrilib. Bu bölgələrdən yayılan işarətlər və xəbərlər umudverici deyil və olayların gedişatı ilə bağlı ciddi qayğılar yaradıb. Bu ehtimal var ki, olayların gedişatı Azərbaycan xalqının istəkləri və gözləntilərinin tərsinə olsun və elə bir şərait yaransın ki, onun əsəri illər boyu bölgənin siyasi, güvənlik və ictimai vəziyyətinin üstünə kölgə salsın. Belə həssas bir dönəmdə ən çox qayğı doğuran məsələ Azərbaycan xalqının təməl və qədər belirləyən məsələlərdən uzaqlaşmasıdır. Toplumun böyük bir hissəsi istər media və təbliğat axınlarının təsirində, istərsə də iqtisadi sıxıntılar, yaşayış problemləri və günlük çörək tapmaq qayğısı ilə stratejik olayları və həyati məsələləri izləməyə vaxt tapmır. Bu arada Vətənəm Cunub, Sərbaz-ı Vətən, Kifə surəti, Mədrəsə-i Minab və bənzəri başlıqlarla yayılan həştəqlər və media dalğaları ümumi fəzanın böyük bir hissəsini tutub. Belə bir vəziyyətin sonucu budur ki, məntəqənin siyasi və güvənlik gələcəyini dəyişdirə biləcək təməl və qədər belirləyən məsələlər haşiyədə itirlər və onlar haqqında danışmaq və ümumi aydınlıq yaratmaq üçün fürsət azalır. Şübhəsiz, hər bir insanın canı millətindən, dilindən, məzhəbindən və yaşadığı yerdən asılı olmayaraq doğma bir dəyərə və sayğıya sahibdir. İnsanların öldürülməsi, ailələrin yurdsuz qalması və savaş və zorakılığın toplumlara yüklədiyi acı dünyanın hər yerində kədər və təəssüf doğurur. Heç bir ayıq vicdan insanların acısına qarşı diqqətsiz qala bilməz və bir insanın dərdini dəyərsiz saya bilməz. Amma bu insani həqiqətin yanında hər zaman başqa bir gerçəyi də göz önündə tutmaq lazımdır. Bu ki, millətlər və toplumlar tarixinin qədər belirləyən anlarında hər şeydən çox öz bacarıqlarına, bilinclərinə və birliklərinə dayanmalıdırlar. Tarixi təcrübələr dəfələrlə göstərib ki, bir bölgədə müsibət baş verəndə ya bir xalq ciddi bir təhlükə ilə üz-üzə qalanda sonunda öz varlıqlarını, güvənliklərini və gələcəklərini qorumaq üçün addım atması gerəkən həman xalqın özüdür. Heç bir toplum öz qədərini başqalarının yardımına buraxa bilməz və ya başqalarının onun gələcəyi üçün özündən daha çox qayğılanmasını gözləyə bilməz. Buna görə əgər istəmiriksə, bir gün öz torpağımızda Türk-Azərbaycan uşaqları, anaları, ataları və xalqımızın acısına, yurdsuz qalmasına və yasına şahid olaq, öz çevrəmizdəki olaylara qarşı daha ayıq olmağımız vacibdir. Siyasi ayıqlıq təhlükələri dəqiq tanımaq, bölgəsəl gedişatlardan xəbərdar olmaq və hakimiyyətin yaratdığı duyğusal və təbliğati fəzaya düşməmək hər toplumun öz gələcəyini qorumaq üçün əlində olan ən önəmli araçlardandır. Batı Azərbaycanda var olan terrorçu qruplara qarşı durmaq üçün hazırlıq, örgütləşmə, bilinç və toplumsal birlik ən vacib məsələdir. Bölgənin olaylarının sürətlə dəyişdiyi bir şəraitdə gizli təhlükələrə diqqət etməmək və gedişatlardan qafil qalmaq gələcəkdə toplumun üstünə ağır xəsarətlər yükləyə bilər. Buna görə də hər zaman olduğundan daha çox baxışları gündəlik hayküydən uzağa keçib gələcək nəsillərin qədərini belirləyə biləcək məsələlərə yönəlməsi gərəkir. Qoymarıq arpa çayı bir də aparsın saranı, yazmarıq tarix üçün xan çobanın nalələri.